Bismillahirrahmanirrahim ve bihi teala nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Sallallahu aleyke ya Ebu Abdillah. Aşura iradlar və həqiqətlər. Bu verilişdə Kərbəlaya aid olan, Aşuraya aid olan bir sıra sualları və şübhələri cavablandırılır. O suallardan da biri budur ki, Kərbəlada neçə nəfər şəhid oldu? Çünki bu məsələdə də təəccübə səbəb olan bəzi məsələlər var. Bəzilər deyirlər 72, bəzilər az, bəzilər çox. Bu necə ola bilər? Diqqət etmək lazımdır. Kərbəla haqqında danışarkən insanların demək olar ki, çox verdiyi suallardan biri də elə budur. İmam Hüseyin əleyhissalamın yanında neçə nəfər var idi və neçə nəfər şəhid oldu? Qeyd elədiyim kimi tarixdə də müxtəlif rəqəmlər qeyd olunur. Bəzən 72, bəzən 100, hətta fərqli saylar, 100-dən də çox qeyd olunub. Buna əsasən bir həqiqət nədir? Doğru olan hansıdır? Baxın, bu məsələdə də, bu mövzuda da gərək biz tarixi mənbələri, şəhidlərin kimliyini və bu rəqəmlərin mənasını düzgün anlayaq və düzgün anlamaq da lazımdır. Çünki Kərbəlanın böyüklüyü təkcə elə sayda, ədəddə deyildi ki, o insanların orada şəhid olanların keyfiyyətində idi. Bəli, ən məşhur rəqəm ki, tarixçilər məqtəldə yazırlar, 72 nəfər idi. Demək olar ki, İslam aləmində, İslam dünyasında ən məşhur rəqəm elə şəhidlərin 72 nəfər olmasıdır. Bu rəqəm adətən həqiqətdə Aşura məclislərində də qeyd olunur. Bəzi mərsiyələrdə də bu 72 nəfərə işarə edirlər və həmçinin tarixi nəqillərdə də gəlir. Bəzi məqtəl kitablarında da yayılıb. Və bir çox alimlər də bildirirlər ki, Aşura günü İmam Hüseyin əleyhissalamın yanında şəhid olan əsas səhabə və ailə üzvlərinin sayı həqiqətən də 72 nəfər olmuşdur. Bunu alimlərin də bəziləri qeyd edirlər. Amma bu rəqəmə daxil olan Bəni Haşimdən necə deyirlər, 18 nəfər idi. 72 nəfər deyəndə səhabələr də var idi, gənclər də var idi, yaşlılar da var idi. Amma 18-17 nəfəri Bəni Haşimdən idi. Hətta bu şəhid olanların arasında körpə, azyaşlılar da var idi. Amma niyə fərqli rəqəmlər qeyd olunur? Səbəbi bundan ibarətdir. Bəzilər deyirlər ki, bəzən 72, bəzən 78, hətta bəzən 82, bəzən 100, bəzən də 100-dən artıq bu ki, rəqəmlər qeyd olunub tarix kitablarında. Bu fərqin səbəbinə gələndə belə buyururlar ki, şəhidlərin hesablanma üslubları fərq edirdi bu baxımdan. Necə? Məsələn, bəzi tarixçilər yalnız döyüş günü şəhid olanları yazır. Məsələn, Müslim ibn Əqil bura daxil deyil. Və yaxud Kərbəla hadisəsindən sonra şəhid olanlar bura daxil deyil. Bəziləri isə yolda şəhid olanları da nəzərə alırlar. Kərbəla hadisəsindən sonra öldürülənləri də nəzərə alırlar. Bəzi xidmətçiləri də əlavə edirlər. Hər halda sayı hansı günün rəqəmləri nəzərə alaraq bunu qeyd edirlər. Amma ümumi Kərbəlada şəhid olanların sayı məşhur nəzərə əsasən həmin o 72 nəfərdir. Amma burada şəhid olanlar kimlər idi bu 72 nəfər? Kərbəla şəhidləri qeyd elədiyim kimi müxtəlif insanlardan ibarət idi. Orada yaşlı insanlar da var idi. Həbib ibn Məzahir kimi, Muslim ibn Ovsəsə kimi. Gənclər də var idi. Həzrəti Əli Əkbər kimi. Azad olunmuş qullar da var idi. Qəbilə başçıları da var idi. Alimlər də var idi. Müxtəlif insanlar var idi. Bu çox mühüm mesaj verir bizlərə. Kərbəla müəyyən tayfanın deyil, bəlkə haqq uğrunda birləşən insanlar məktəbi idi. Orada o məktəbdə müxtəlif yaşda olan insanlar var idi. Hətta Bəni Haşimlərdən də var idi. Bəni Haşimdən qeyd elədiyim ki, 18-17 nəfər şəhid olub. İmam Hüseyin əleyhissalamın ailəsindən demək olar ki, 72-yə nisbətdə çox saylı insanlar şəhid oldu. Onların arasında
Həzrəti Əli Əkbər əleyhissalam var idi, faciəli şəkildə şəhid olur. Həzrəti Qasim ibn Həsən var idi. Həzrəti Əbülfəzl Əbbas var idi, Əbdullah ibn Həsən var idi və digər əhl-i beyt üzvlərindən var idi. Tarixi məqtəllərdə yazırlar ki, 17-18 nəfər idi. Tarixçilər yazır, tarixçilər bildirirlər ki, Bəni Haşimdən təqribən 17-18 nəfər şəhid oldu. Bu da onu göstərir ki, İmam yalnız Kərbəla hadisəsində başqalarını önə göndərmirdi. Ən yaxınlarını da haqq yolunda fəda edirdi. Əli Əkbər kimi böyük bir oğlan, Peyğəmbərə oxşayan, Əli Əsğər kimi 6 yaşlı bir bala və digər qardaşları, Əbəlfəz əleyhissalam kimi qardaşları. Ən kiçik şəhid demək olar ki, hamımız bilir, Əli Əsğər əleyhissalam idi. Kərbəlanın ən təsirli demək olar ki, hadisələrindən də biri elə bu idi. 6 aylıq Əli Əsgərin şəhid edilməsi. İmam əleyhissalam onu qucağına alaraq su istəyirdi. Onun üçün mənə rəhm edilmirsinizsə, bu kiçik uşağa rəhm edin. Amma təəssüflər olsun ki, cavab olaraq ox atıldı. Bu hadisə göstərdi ki, qarşı tərəf Yezidin qoşunu təkcə döyüşçülərlə deyil, hətta körpə uşağa belə mərhəmətli olmadılar. Mərhəmətlə davranmadılar. Əli Əsğər əleyhissalam həqiqətdə Kərbəlanın məsumiyyət simvolu oldu. Simvoluna çevrildi. Həzrəti Əbülfəz əleyhissalam, onun da şəhid olması çox acınacaqlıdır. Həzrəti Əbülfəz əleyhissalamın şəhadəti Kərbəlanın ən böyük demək olar ki, qəhrəmanlarından olan Əbülfəz əleyhissalam çox fədakarlıqla şəhid oldu. O, yəni İmam əleyhissalamın qardaşı olan Əbülfəz əleyhissalam İmamın bayraqdarı idi. Sədaqət nümunəsi idi, fədakarlıq nümunəsi idi, Əhl-i Beytin müdafiəçisi idi. Amma onun şəhadəti İmam Hüseyin əleyhissalamı çox sarsıtdı. Tarixdə qeyd olunur ki, Həzrəti Əbəlfəz əleyhissalam şəhid olanda İmam Hüseyin əleyhissalam buyurdu: Əl-anə inkəsərə zəhri, indi belim sındı. Bu söz həqiqətdə Əbülfəz əleyhissalamın Kərbəladakı mövqeyini bizə göstərdi ki, nə qədər Əbəlfəz əleyhissalamın olması önəmli idi ki, onun şəhid olmağı ilə İmam Hüseyin əleyhissalam buyurur ki, mənim belim qırıldı. Amma bu qarşı tərəfin ordusu sayı həddindən artıq çox idi. Tarixi qaynaqlarda Yezidin ordusunun sayı ilə bağlı müxtəlif rəqəmlər qeyd olunur. Məsələn, bəzən 4000 deyirlər. Ən azı 4000'dir. Amma bir çox və məşhur qaynaqlarda qeyd olunur ki, 30.000'ə qədər orada qoşun var idi. Ən mühüm məsələ isə bu idi ki, bir tərəfdə az sayda 100'ə çatmır, amma imanlı idilər. İman sahibi idilər. Digər tərəfdə çox olsalar da, çoxluq və hakimiyyət gücü olsa da, amma onlar həqiqətdə məğlub oldular. Həqiqətdə bu özü də İmam Hüseyin əleyhissalamın mənəvi qalibiyyətini və gücünü göstərir. Və bunu da qeyd eləmək lazımdır ki, Kərbəlanın böyüklüyü sayda, ədadda deyildi. Bəzilər belə düşünürlər ki, həqiqətdə 72 nəfər müharibə eləmək üçün çox az idi. Amma tarix göstərdi ki, bəzən az sayda olan insan bütün dünyanı belə dəyişə bilər. Allah Teala Quran-ı Kərimdə də buyurur: "Kəm min fiyatin qalilatin ghalabət fiyatan kəsirə biiznillah." Az bir dəstə eləyə bilər Allahın izni ilə böyük bir dəstəyə qalib gəlsin. Və Kərbəla bunun ən böyük nümunəsidir. Az idilər. Düzdür, zahirdə öldülər, zahirdə məğlub oldular. Amma həqiqi qalib İmam Hüseyin əleyhissalam oldu. Və burada olan şəhidlərin, İmam Hüseyin əleyhissalamın tərəfində olan şəhidlərin ortaq cəhətləri var idi. Kərbəla şəhidlərinin ən böyük xüsusiyyətləri onların imanları, onların sədaqəti, onların ixlası. Aşura gecəsi İmam Hüseyin əleyhissalam səhabələrə buyurdu ki, eləyə bilərsiniz gedəsiniz, gedə bilərsiniz. Amma onlar nə dedi? Onlar dedilər ki, ya Hüseyin, səni tək qoymarıq biz.
1000 dəfə öldürülsək belə yenə sənin yanında olarıq. Bu onların ixlasını, bu onların sədaqətini. Və elə bu səbəbdən də Kərbəla əbədi oldu. Kərbəla hadisəsi Allah rənginə boyanmışdı. İmam Səccad əleyhissalam da baxmayaraq ki, orada var idi və 72 nəfərdən biri ola bilərdi, amma o diri qalmalı idi. Kərbəlada bütün kişilər demək olar ki, şəhid oldular. Amma İmam Səccad əleyhissalam o şəraitdə xəstə olduğu üçün döyüşmədi və sağ qaldı. Bunun da bir hikmət və fəlsəfəsi var idi. Bu imamət nəslinin davam etməsi və Kərbəla mesajının gələcək nəsillərə çatması üçün önəmli bir məsələ idi. Əgər İmam Səccad əleyhissalam da digər şəhidlər kimi şəhid olsaydı, Əhl-i Beyt xətti kəsilə bilərdi. Və bu deyilənlərdən, əziz tamaşaçılar, gərək biz müasir dövrümüz üstündə bir sıra mesajlar alaq. Kərbəla bizə öyrədir. Haqqın dəyəri sayla ölçülmür. Bəzən az insan haqqın yanında dayanır, amma tarix onların adını həmişə yaşadır. Kərbəla şəhidləri sayca az idilər, amma mənəvi baxımdan böyük və güclü idilər. Bu səbəbdən 14 əsr keçsə də onların adı hələ də yaşayır. Bu bir həqiqətdir. Yecidin adı çəkilir, Muaviyyənin adı çəkilir, amma İmam Hüseyin əleyhissalamın ərbəyinə baxın, dünya bunu görür. Dünyanın gözü qabağındadır. Bəs buna əsasən Kərbəla hadisəsində İmam Hüseyin əleyhissalamın tərəfindən nə qədər adam var idi? Məşhur rivayətə görə İmam Hüseyin əleyhissalamın yanında olanların sayı 72 nəfər idi. Onların arasında Əhl-i Beyt üzvləri də var idi. Əbəlfəz əleyhissalam kimi, Əli Əkbər əleyhissalam kimi, İmamın digər qardaşları kimi, səhabələr də var idi, gənclər də var idi, yaşlılar da var idi və hətta uşaqlar da var idi. Bu hadisə göstərdi ki, haqq uğrunda az sayda insan belə eləyə bilər böyük bir tarix yazsın. Necə ki, İmam Hüseyin əleyhissalamın yarı ənsarı bunu yazdılar. Kərbəla şəhidlərinin böyüklüyü saylarında deyildi. Bəlkə onların imanlarında idi. Bəlkə onların sədaqətlərində idi. Və haqq uğrunda özlərindən, canlarından keçmələrində idi. Və haqq uğrunda fədakarlıq və haqq uğrunda canlarından keçmələrində idi. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.